Orada bir dənə bax Amerika Birləşmiş Ştatlarının İran arasında müharibə başlayanda mən fikir verdim, ərəb ölkələrində müəyyən danışıqlar gedirdi ki, biz nəyə görə bu hissədən borularla, digər yollarla alternativ olaraq çəkməmişik. Onlarda var alternativ. Orada var idi köhnə borular, hansılar ki fəaliyyət göstərmir. Amma işlək borular hal-hazırda Səudiyyə Ərəbistanının şərq-qərb marşrutu üzrə olan neft kəməridir, hansı ki Fars körfəzindən əlaqələnir Qırmızı dənizi 7 milyon barel illik ötürə bilir. Onların da demək olar ki 16 milyon bareldə Hörmüzdən keçir. Sonra var Kərkük-Ceyhan demək boru kəməri, hansı ki 50 ildir fəaliyyət göstərir. Onun da hal-hazırda 200-250 min barel günlükdür. Yəni bu da müqayisədə çox aşağıdır. Planlar var İraqdan üzü Suriya limanlarına, İraqdan üzü İsrail limanlarına çıxış, amma bu da vaxtdır. Yəni bugün bu dəqiqə işlək 2 boru kəməridir. Həmçində Birləşmiş Ərəb Əmirlikliyinin Omana çıxışı olan bir boru kəməri var. Onun da həcmləri aşağıdır. Yəni bu hər bir krizis yeni fürsətlərdir. Bugünkü krizis ciddi dünya bölgə qarşısında diversifikasiya, şaxələndirməni bir şərt kimi qoyur. Sanki bir oyadır o hamını ki, baxın. Yəni ənənəvi yol ucuz idi, daha çox daşımaq olurdu, amma risklər çıxanda o ənənəvi artıq bloklananda bunun alternativlərinin olmaması başqa bir fəsadlar yaradır. Ona görə hər bir ölkə düşünürəm ki, öz diversifikasiyası barəsində düşünməlidir və Azərbaycan bu mənada Zəngəzur dəhlizi məhz bizim diversifikasiyamızdır. Yəni bizim Transkafqaz magistralımız var idi. Ələtlə Poçini əlaqələndirən, onun şaxələndirməsi Bakı-Tbilisi-Qars dəmir yolu idi. İkinci ən önəmli şaxələndirmə isə Zəngəzur dəhlizidir. Hansı ki, Ələtdən başlayır, Qarsda bitir.